Yaşad Fondunun və Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən 5-ci Yaşad düşərgəsinin ikinci həftəsi başlayıb. 10-11 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən sonra uşaqlar çay plantasiyasına ekskursiya ediblər. Sonra psixoloqlar tərəfindən tanışlıq, ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş təlim, eləcə də stolüstü oyun saatı keçirilib. İkinci gün uşaqlar Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə əraziyə yerləşdirilən xüsusi idman alətlərindən istifadə etməklə səhər idmanına qatılıblar. Gün ərzində gənc psixoloqlar, İctimai Birliyinin psixoloqları ilə görüş, uşaq parkında əyləncə proqramı və face-art fəaliyyəti təşkil olunub. Konsert proqramı da uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur. Sevdamı vermişim, kalbimde kaldım bütün gün boyu mən. Mən ikinci dəfədəki Yaşad düşərgəsində iştirak edirəm. Burada çox əyləncəli vaxtlarımız keçir. Yeni dostlar elədik. Biz burada bowling oynayırıq, voleybol oynayırıq, futbol oynayırıq, idman edirik. Bura çox maraqlıdır. Müəllimlərimiz bizə qarşı çox qayğı çəkdilər. Mən çox xoşbəxtəm ki, buradayam. Dostlarımızla səmərəli vaxtlar keçirdirik.